Herkese salam. Bugün sizinle birlikte kimya iş dəftəri 7-ci sinif 2-ci hissədən eksotermik və endotermik reaksiyaları işləyəcəyik. Kitabdakı tapşırıqların izahını istəyirsinizsə bunu hesabından paylaşmışam, baxa bilərsiniz. Deməli, birinci tapşırıqdan başlayaq. Birinci tapşırıqda deyir ki, bəzi reaksiyalar zamanı istiliyin ayrılması müşahidə olunur. Belə reaksiyaları hansı nümunələrə göstərə bilərik? Bu istilikdən hansı məqsədlər üçün istifadə edirik? Nümunəyə aiddir, məsələn, təbii qazın yanması. Burada istiliyin tətbiqi odur ki, təbii qazın yanmasında ayrılan istilik hesabını biz yemək bişirə və yaxud da, məsələn, su qaynada bilərik. Sonra yanacağın yanmasında, avtomobillərdə yanacağın yanması zamanı ayrılan istilik hesabına avtomobillər hərəkət edir. Sonra fəaliyyətimiz zamanı, məsələn, yəni insan fəaliyyəti zamanı qida maddələri parçalanır və istilik ayrılır. Yəni nəticədə istilik ayrılır. İkinci tapşırıqda deyir ki, sxemi tamamla. Burada sxem verib ki, reaksiyaya eksotermik və endotermik. Fotosintez zamanı, məsələn, buna alma aiddir. Fotosintez reaksiyası zamanı günəş enerjisi udulur və bu enerji əmələ gələn qida maddələrində toplanır. Və bu udulur olduğu üçün endotermik aiddir. Sonra qida maddələrinin canlı orqanizmlərə çevrilməsi, bu eksotermik aiddir. Sonra yanacağın yanması. Məsələn, bunu avtomobillərdə demişdik. Avtomobillərdə yanacağın yanması zamanı ayrılan istilik mexaniki enerjiyə çevrilir və avtomobillər hərəkət edir. Yəni, burada avtomobillərin yanacağın yanması eksotermik aiddir. Çörəyin bişməsindəki, orada necə deyim, yəni çörəyin bişməsi üçün istilik udulmalıdır. Ona görə də ki, endotermik aiddir. Sonra üstə deyir ki, hansı halda istiliyin udulması və ya ayrılmasını göstərən şərti oxlar doğru göstərilmişdir. Burada görürük ki, buz əriyir. Buzun əriməsi zamanı nə olur? Təbii ki, istilik udulur ki, buz əriyir də. Yəni, burada əsaslandırma istəyir ki, buzun əriyirsə, burada səhv yazmışdım. Buz əriyirsə istilik udulmalıdır, bayaqki dediyim kimi. Sonra odun yanması, odun yanırsa İstiliyi ayrılmalıdır. Məsələn, biz necə isinirik? İstiliyi ayrılır ki, biz isinirik də. Sonra 4-də deyir ki, hal çevrilmələrinin adını yaz. Onların eksotermik və ya endotermik olduğunu müəyyən et. Burada görürük ki, buz əriyir, suya çevrilir. Yəni, halımızın adı ərimədir. Əsaslandırma da ki, buzun əriməsi üçün istilik udulmalıdır. Elə bununki kimi. Variantında da görürük ki, burada elə bir su buxarlanıb, yəni kondensasiya baş verib. Bu da ki, eksotermik aiddir. Çünki qaz halındakı su buxarı mayeyə çevirərək ətraf mühitə istilik buraxır, yəni istilik ayrılır. 5-ci tapşırıqda reaksiyalar zamanı istiliyin ayrılması və ya udulmasını da nəzərə alaraq onların söz tənliyini tərtib et. Burada reaksiyamızda deyəcək əhəng daşı parçalandıqda istilik udulur. Reaksiya nəticəsində kalsium, oksit və karbon qazı alınır. Söz tənliyimiz də odur ki, əhəng daşının ilk öncə burada deyir ki, kalsium oksidi ilk öncə yazırıq, sonra karbonu yazırıq, ardından da ki, əhəng daşını yazırıq. Bunu istəyirsək ki, elementlərlə yazaq, onu istəsəz yorumlarda deyərəm. Sonra burada da ki, burada ki, udulur dediyinə görə istilik, bunu belənçi mənfi kilokol yazırıq. Metan yandıqda karbon qazı və su alınır, istilik ayrılır. Elə dediyim kimi karbon üstə gəlsin su, sonra metan. Burada da ki, istilik ayrılır dediyi üçün bunu yazırıq. Azot və hidrogen birləşikdə ammoniak alınır, istilik ayrılır, belənçi. Azot və oksigen birləşikdə azot monoksid alınır və istilik udulur. Azot üstə gəlsin, oksigen, hidrogen, sonra azot monoksid. Burada deyəsin oksigen yazmalıydım, hidrogen yazmışam, saçıb. İstəsəz dediyim kimi bunların element halını da verə bilərəm. Gələcək dərslərdə görüşərik. Dediyim kimi, kitabdakı tapşırıqların izahını atmışam. Hansı ki, öyrəndiyinizdə tətbiqini yoxlayın. Onları da ki, hesabından tapa bilərsiniz. Sağ olun.